Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər. Dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vurğuladı ki, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirib. Heydər Əliyev ideyasının ən uğurlu və ən parlaq nümunəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsidir. Bugün ümumilli liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi. Qeyd olundu ki, Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın qüdrətini daha da artırıb. Tarixi zəfər xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, Heydər Əliyev öz xalqının zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaratmış fenomen şəxsiyyətdir. Milli Məclisin deputatı İmamverdi İsmailov çıxışında Heydər Əliyevin milli neft strategiyasının və ilk konstitusiyanın qəbul edilməsinin ölkəmizin inkişafındakı müstəsna rolundan danışdı. Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, ötən əsrin 90-cı illərində Azərbaycanın dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni anarxiyadan qurtararaq dayanıqlı inkişaf yoluna çıxarıb. Tədbirdə həmçinin Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, əməkdar müəllim, tərəqqi medallı Ədalət Həsənov və Vətən müharibəsi qazisi Sənan Həsənov çıxış ediblər. Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edildi.